Dəyərli dostlarımız, Novxanı bağlarında, Bağlar massivində sizlərə 12 sot kupçalı 2 mərtəbə 6 otaqdan ibarət mülk təqdim eləyəcəm. Mülkümüzün təmirə ehtiyacı yoxdur. Super bir vəziyyətdədir. Qiymət isə 230 min manatdır. Tam paket kupçalıdır. Evində sənəti var, kupçası var. Torpağın da kupçası var, dəyərli dostlarımız. Qiymət də 230 min manata deyilir. Reallıq olsa endirimlə nəzərdə tutulub. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Yerləşmə yerini bir daha sizlərə izahat verim. Dəyərli dostlarımız, təzə Saray yolundan Novxanıya tərəf gedəndə Duz gölünün qutaracağından sola yol dönür. Novxanı Bağlar massivinə yol dönür. Həmin Bağlar massivindən bura 1 kilometrlik məsafədə yerləşir. 1 kilometrlik məsafədə 12 sot torpaqdır. İçində mülk var, 6 otaqdan ibarətdir. 2 mərtəbədir. Hər mərtəbəsi monolit betondur. Başlayaq təqdimata. Evin ümumi üz fasadı ilə, geniş bir şəkildə həyət-yanlı sahəsi ilə tanış oluruq. Həyətdə uşaq əyləncə mərkəzi üçün yer də ayrılıb, dəyərli dostlarımız. Yerləncəklər kimi var, turniklər kimi var, dəyərli dostlar. Bağ-bostan sahəsidir, bağ-bostan. İstənilən bütün ağaçlar həyət-yanlı sahədə var. Gəl dəyərli qardaşım, keçək təqdim eləyək. Həyət-yanlı sahədə baseyninə kimi də var da, baseyninə kimi. Buradan baseyni təqdim eləyək. Ev sahibi bildirdi ki, 15 tonluq baseyni var burada, 15 tonluq baseyni. Və dəyərli dostlarımız, gül-çiçək üçün başqa bir yer ayrılıb. Ağac sahəsi üçün başqa bir yer ayrılıb. Söhbətgahına kimi var. Padval sahəsinə giriş kodu. Oranı da təqdim eləyəcək. Həyət üçün sanitar qovşaq, xudmanı əl damları, hamısı var. Gəl dəyərli qardaşım, buradan keçək bostan sahəsinə. Dəyərli dostlarımız, bostan sahəsi 2 hissəyə ayrılıb. Bir tərəfdə bir bağ meyvə ağaçlarıdır, bir tərəfdə bir meyvə ağaçları. Və düz o hasara kimi 12 sot torpağın üzərindədir. 12 sot torpağın üzərində. Yerləşmə yeri də əla bir yerdədir. Bağ evi axtaranlar buyurub zəng edə bilərlər. Tam mülkiyyətdir, tam mülkiyyət. Demək, bura kimi gəlməkdə məqsədimiz odur ki, burada olan əl damlarını təqdim eləyək və torpağın bitmə yerini sizlərə təqdim eləyirik. 4 bir tərəfdən hasarın içindədir və dəyərli dostlarımız, burada qaz, su, işıq hamısı var. Kanalizasiyada şambodur. Şambo da burada nəzərdə tutulub, yeri buradadır. Evdən çox aralıda yerləşir də, yəni. Geniş bir şəkildə bostan sahəsi ilə sizləri tanış eləyirik. Öndən buyurun, zəhmət olmasa 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Səhifəni bəyənin, like eləyin dəyərli dostlarımız. Hər gün sizlərə hər büdcəyə uyğun ideal evlər təqdim eləyəcəyik. İdeal evlər. Bir daha basenlə tanış olduq. Söhbətgahı, geniş bir şəkildə həyət-yanı sahəsi var. Həyətinə bir neçə avtomobil daxil etmək mümkündür. Bir neçə avtomobil və padval sahəsinə giriş kodu. Burada da letli bir mətbəx sahəsi yaradılıb. Dəyərli dostlarımız, padval sahəsi monolit betondur. Yəni birinci mərtəbədən monolitdir, ikinci mərtəbədən monolitdir. İstəsəz buraları da əlavə otaq kimi yarada bilərsiniz. Bölgülər bölüb otaq yarada bilərsiniz. Oradan da əlavə bir qapısı var. Keçək digər sahələrlə də tanış olaq. Gəl bura. Gəl. Burada da bir sahə yerləşir. Bir sahə. Hamam tualet burada da var. Kombi aparatda 60'lıqdır. Ümumi evi qızdırır. Orada da digər bir sahə var. Yəni əlavə olaraq otaqları bölgü eləyə bilərsiniz də burada. Rahat bir şəkildə bölgü var. Novxanı Bağlar massivində yerləşir. Novxanı Bağlar massivində. Gəl girişdən də təqdim eləyək. Cesi, otur. Otur Cesi. Otur. Gəl. Mərkəzi giriş qapısıdır. Pultla idarə olunur dəyərli dostlarımız. Pultla idarə olunan mərkəzi giriş qapısı, kalitka qapı, evin ümumi fasad görkəmi ilə tanış olan, damı paket şifrdir.
Değerli dostlarımız, buradan evin yanına ve arkasına keçid etmək mümkündür. Geniş bir şəkildə həyətyanı sahəsi var. Navesinə kimi yaradılıb. Qalxağın birinci mərtəbə ilə sizləri tanış eləyəm. Birinci mərtəbə pilləkən sahəsi və ümumi olaraq tumbaları balyasla işlənilib dəyərli dostlarımız. Keçək evin içi ilə tanış olaq. Demək dəyərli dostlarımız, evin içinə daxil olmuşuq. 2 mərtəbə, 6 otaqdan ibarətdir dəyərli dostlarımız. Geniş bir şəkildə birinci mərtəbənin dəhlizi ilə sizləri tanış eləyəcəyik. 7-24 kamera nəzarətindədir. Wi-Fi-na kimi var. Qaz, su, işıq daimidir. Kanalizasiyanında izahat verdim ki, şambol sistemidir. Bu ərazidə hələ ki kanalizasiya sistemi ayrılmıyor. Dəhliz vasitəsidir. Dəhlizdən ikinci mərtəbəyə qalxan pilləkən sahəsi. İlk öncə başlayaq sağ əldə yerləşən yataq otağı ilə sizləri tanış eləyək. Bu bir yataq otağıdır. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. İstilik sisteminin xətti kombidir. Radiatorları quraşdırılıb. Tam yaşayışlı bir evdir. Amma evin içərisində hal-hazırda yaşayış yoxdur dəyərli dostlarımız. Qonaq otağı ilə sizləri tanış eləyirim. Maşallah olsun. 3 metr 50 santdır hündürlüyü. Çılçıraqları vurulub, gizli işıq, spot lampalar, 2 ədəd pəncərə öz həyətyanı sahəsinə baxır. Pol monolitli, üstündən taxta işlənmələrdir. 2 otaqla tanış olduq. Burada yerləşir 3-cü otaq. 2 ədəd pəncərə sahəsi var, öz həyətyanı sahəsinə baxır. Və dəyərli dostlarımız, evin mətbəx sahəsi. Başlayaq mətbəxə. Gəl, nağaramız da var ya burada, əla bir nağara da var. Mətbəx sahəsidir, mətbəx mebelləri yığılıb hazırdır. Burada da pəncərə öz həyətyanı bostan sahəsinə baxır. Birinci mərtəbə ilə tanış olduq, qaldı sanitar qovşağı. Pilləkənlər altı kladovka sahəsi, fıstıq ağacından yığılma pilləkəndir. Kladovka, ayrı-ayrılıqda sanitar qovşaq, hamam tualet. Burada yerləşir sanitar qovşaq, burada da hamam sahəsi. Duş kabininə kimi qoyulub, tam təchizat bütün aksesuarlarına kimi var. 230 min manata deyilir. Qalxaq ikinci mərtəbəyə. Reallıq olsa endirim də var. Super endirim olunacaq da, super. İkinci mərtəbəyə qalxan pilləkən sahəsi. Burada da yerləşir 3 otaq, 1 sanitar qovşaq. Mansar sahəsidir dəyərli dostlarımız. Mansar demək olmaz, demək olar ki, yataq otaqları var burada. Geniş bir şəkildə foyesi ilə tanış oluruq. Musiqi sistemlərinə kimi quraşdırılıb. Pəncərə sahəsi var. Burada sanitar qovşaqdır. Tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb. Hətta hamam vannası da var. Maşallah olsun. Gözəl, 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 gözəl. Gəl buradan başlayaq. Bu otağına başlayaq. Çıxmırsan videoda. Mansarı da təqdim eləməkdən yoruldum, daha nə qədər mansarı təqdim edeyim ki, sən gələsən otağı tanış olaq otaqla. Burada yerləşir bir yataq otağı, istilik sistemi hər bir otaqlarda var, hər bir otaqlarda. Əladır, çox gözəl bir bağ evidir. Burada yerləşir ikinci yataq otağı, tavan sahəsi apşifka taxtalarından işlənilib. Əla, əlanın əlası. Super, xoşuma gəldi. Buradan da eyvana keçid var. Bəlkə də ev sahibi heç keçid etməyib, biz keçid eləyəcəyik. Gəl. Gəl ətrafı, nəzər sal ətrafa. Çox gözəl bir eyvan sahəsi var dəyərli dostlarımız. Mənzərə, hava da öz sözünü deyir də. İdeal bir yerdədir. Geç öndən buyur, zəhmət olmasa. Novxanı Bağlar massivində, dəyərli dostlarımız, Novxanı Bağlar massivində sizlərə 12 sot torpaq sahəsinin üzərində 2 mərtəbə 6 otaqdan ibarət mülk təqdim elədik. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Mülkümüzün qiyməti 230 min manatdır. Deyilir, real müştəriyə endirim də nəzərdə tutulub. Sağ olun, sağlıqla qalın.